Ne deyirsiniz? Bəlkə gənclərə yol verək, hə? Olar mı? Sizdən başlaya bilərikmi? Hə, cəsarətli olaq. Mən başa düşürəm. Belə ifaçıların yanında ümumiyyətlə gənclər həmişə oxuyanda... Gənclər birinci oxuyuruq, sonra... Yeri verirsiniz onlara. Çox gözəl və ansamblın üzvlərinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Musiqilərimiz davam edir, hörmətli tamaşaçılarımız. Bizdən ayrılmayın. Canlı ifalar məhz buradadır. Lider televiziyasının efirində səhər çağında. Buyurun, dinləyək sizi. Can söyleseydim, o bir zekel mənə bir can vererdi. Ömrümü, günümü dert eyleseydi. Ömrümü, günümü derman vererdi. Ömrümü, günümü dert eyleseydi. Ömrümü, kurban vererdi. Öyle ayrıldık ki seninle gün, bir de ayrılıktan aya düşmedik. Ah bu son hicranı üz salmışım dağda var askere. Biz görüşmedik. Ah bu son hicranı üz salmışım dağda var askere. Biz görüşmedik. O çağlar necədən mənə haydılar, könlümə gözümə şəfək yaydılar. Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdi. Bezdirdim mən səni səlaqətimlə, qaldım öz həsrətimlə, müsibətimlə. Könlümü alsaydım bu zülmətinlə, sənə bir güneşli cahan verərdim. Könlümü alsaydım bu zülmətinlə, sənə bir güneşli cahan verərdim. O çağlar necə də mənə haydılar, könlümə gözümə şəfək yaydılar. Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. O çağlar necə də mənə haydılar, könlümə gözümə şəfək yaydılar. Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim. Yür baba, təşəkkür edirəm. Bilirsiniz Elnarə xanım, mən nə qədər sevinirəm bizim gənclərimiz, bizim klassik bəstəkarlarımızın əsərlərinə müraciət eləyəndə. Bax, çox gözəl bir əsərdir bu. Əsərdir, mahnı demirəm mən. Ümumiyyətlə, Emin müəllimin çox mahnıları var ki, onlar artıq mahnılıqdan çıxıb, onlar artıq əsərdir və bu da çox gözəl bir əsərdir. Səsinin tembri də gözəldir. Səsi də, oxuyan ki, mən dedim ki, nə qəribə səsi var. Özünün təbiəti də gözəldir, çünki böyüyün kiçiyi yerin bilən bir O barxadını səs deyirlər ona belə. Çox gözəl. Belə gənclərə dəstək olar. Mütləq, mütləq.